sahəsindən deyirik ki, elektrik sahəsini yaradan elektrik yükləridir. Qravitasiya sahəsini yaradan kütləsi olan cisimlərdir. Yəni bir sahə varsa, onu yaradan bir şeyi də atırıq ortalığa. Nəsə olur, o sahəni yaradır. Amma maqnit sahəsi üçün belə bir şey yoxdur. Maqnit yükü deyilən bir şey yoxdur. Bəs maqnit sahəsi necə yaranır? Maqnit sahəsi hərəkətdə olan elektrik yüklərindən yaranır. Hərəkətdə olan elektrik yüklərindən. Ona görə məsəl üçün istənilən cəryanın naqilin ətrafında maqnit sahəsi var. Bu istər sabit cəryan olsun, istər dəyişən cəryan olsun. İstənilən cəryanın naqilin ətrafında maqnit sahəsi mövcud olur. Maqnit xassəsini də uzun müddət özündə saxlaya bilən cisimlərə biz deyirik sabit maqnitdir ya da adi maqnit deyirik. Sonra maqnit əqrəbi var. Kompasın içində olan əqrəbdəndir. Maqnitin qütblərini bizə göstərir. Maqnitin də iki qütbü var idi. Şimal idi, cənub idi. İki qütbü var və istənilən maqnitin üstündə tərkibində iki qütbü bir arada olur. Məsəl üçün elektrik yüklərində mənfi ilə müsbət ayrı ola bilirdi. Kütləsi olan cisimlər hərəsi ayrı-ayrılıqda sahə yarada bilirdilər. Ancaq ki, maqnit sahəsində belə deyil. Çünki maqnit sahəsini yaradan xüsusi bir nəsə yoxdur deyənə, o ayrılmır heç vaxt. Şimal qütbü də, cənub qütbü də həmişə eyni cismin içərisində olur. Biz maqniti ortadan neçə dəfə bölsək də, onu nə qədər ovsan da, xırdalasan da, həmişə o yeni iki dənə şimal-cənub qütbünə ayrılmalıdır.